Crocus Group şirkətinin təsisçisi, Azərbaycanlı iş adamı Araz Ağalarov həyat yoldaşı İrina Ağalarovadan boşanıb və 27 yaşlı Alyona İvanova ilə rəsmi olaraq evlənib. Doğru Xəbər Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, Araz Ağalarov və İrina uzun illər əvvəl ayrı yaşamağa başlayıblar. Hələ 1990-cı illərdə qadın qızı ilə birlikdə ABŞ-yə köçüb və o vaxtdan ailə faktiki olaraq ayrı yaşamağa başlayıb. Rəsmi boşanmanın nə vaxt baş verdiyi isə məlum deyil. Oğlu Emin Ağalarov 2023-cü ildə verdiyi açıqlamada valideynlərinin artıq birlikdə yaşamadığını qısaca qeyd etmişdi. Ötən gün Ağalarovun boşanması ilə bağlı xəbərlər yayılıb, ardınca isə onun yenidən evləndiyi məlum olub. Milyarderin seçimi 27 yaşlı Alyona adlı xanım olub. Sosial şəbəkələrdə yayılan məlumatlara görə cütlük hələ 2019-cu ildən tanışdır. Alyona Saratov şəhərində dünyaya gəlib və sadə ailədə böyüyüb, məktəbi bitirdikdən sonra Moskvaya köçüb. Onun milyarderlə harada və hansı şəraitdə tanış olduğu isə açıqlanmır. Toydan görüntülər yayılmayıb, ehtimal olunur ki, mərasim yalnız yaxın çevrənin iştirakı ilə keçirilib. Araz Ağalarov və gənc həyat yoldaşı Bakıda Emin Ağalarovun təşkil etdiyi beynəlxalq Dream Fest musiqi festivalında birlikdə görüntüləniblər. Onların yanında yaş fərqi az olan 2 oğlan uşağı da olub. Mənbələrin iddiasına görə Alyona həyat yoldaşından 2 oğul dünyaya gətirib, lakin bu məlumat rəsmi təsdiqini tapmayıb və ailə bu barədə şərh vermir. Mənbəyə görə Alyona biznes fəaliyyəti ilə məşğuldur. Onun reklam və marketinq sahəsində fərdi sahibkarlığı var. Ötən ilin nəticələrinə görə gəliri təxminən 5 milyon manatdan çoxdur. Bu gəlir sayəsində o, lüks avtomobillərə, şəxsi sürücülərə malikdir və elit həyat tərzi sürür. Emin Ağalarov isə atasının yeni evliliyi ilə bağlı hələlik heç bir açıqlama verməyib.